Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andrayeva təhsilin həm fundamental məqsəd olduğunu, həm də bütün dayanıqlı inkişaf məqsədləri üzrə tərəqqinin əldə edilməsi üçün güclü təkanverici vasitə olduğunu vurğulayıb. Azərbaycan 2030 milli prioritetlərinə uyğun olaraq rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılması, innovasiyaların stimullaşdırılması və inklüziv inkişaf üçün keyfiyyətli təhsilin rolu qeyd edilib. Vladanka Andrayeva ötən dialoqlarda müzakirə olunan əsas mövzuların xülasəsinin yer aldığı Dayanıqlı İnkişaf Məqsədləri Dialoq jurnalından nəşr edildiyini bildirib. Qurum rəsmisi BMT-nin nəzərdə tutulan dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair çərçivə sənədi üzrə Azərbaycan hökumətinə dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda dəstəyini bir daha təsdiqləyib. İqtisadiyyat Nazirinin müavini Səməd Bəşirli Azərbaycan hökumətinin BMT-nin qlobal təşəbbüslərində fəal iştirak etdiyini, birgə layihələr həyata keçirdiyini qeyd edib. Bildirilib ki, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, qeyri-neft qaz sənayesinin inkişafı, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın müasir inkişaf strategiyasının əsasını təşkil edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT ilə birgə əməkdaşlıq nəticəsində dayanıqlı inkişaf məqsədləri üzrə görülmüş işlərin əhəmiyyətini vurğulayıb. Komitə sədri rəhbərlik etdiyi qurumun təhsilin bərabərlik və sosial ədalət baxımından yaratdığı imkanları artırmaq məqsədi ilə həyata keçirdiyi layihələr barədə məlumat verib. Elm və Təhsil Nazirinin müavini İdris İsayev təhsilin keyfiyyətinin artırılması, təhsilə əlçatanlığın təmin edilməsi, beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşdırılması ilə bağlı həyata keçirilən dövlət proqramları, konsepsiyalar və strategiyalar barədə danışıb. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ofisinin iqtisadçısı Xurşid Rüstəmov Azərbaycanda təhsil sektorunda öyrənmə nəticələrinin, fərqliliklərin və maliyyələşmənin təhlili adlı hesabatın nəticələrinə dair təqdimatla çıxış edib. Tədbir İqtisadiyyat Nazirinin müşaviri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynovun moderatorluğu ilə Azərbaycanın dayanıqlı inkişafı üçün təhsilə investisiya adlı panel sessiya ilə işini davam etdirib. Təhsilə yönədilən investisiyaların əsas istiqamətləri məhz təhsilin əhatəliyinin artırılmasına yönədilən investisiyalardır, təhsilin əlçatanlığının təmin edilməsinə yönədilən investisiyalardır. Eyni zamanda beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşmasına, təhsil məzmununun təkmilləşdirilməsinə, bizim təhsil verənlərimizin peşəkarlıq səviyyəsinin artırılmasına, onların sosial müdafiəsinin gücləndirilməsinə, eyni zamanda təhsil idarəetmə sisteminin təkmilləşdirilməsinə, təhsil infrastrukturunun müasirləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və beynəlxalq rəqabətin artırılmasına yönədilən investisiyalardır. Bu dialoqun əsas məqsədi inkişafla bağlı qarşıya çıxacaq müxtəlif çətinliklərin və qarşıda duran hədəflərin müzakirəsinə həsr olunub. Biz hökumət olaraq bilirsiniz ki, 2016-cı ildən BMT-nin dayanıqlı inkişaf məqsədləri təşəbbüsünə qoşulmuşuq. Bu təşəbbüsə qoşulduqdan ötən 10 il müddətində Azərbaycan inkişaf məqsədləri ilə bağlı üzərinə qoyduğu öhdəliklərə dair 4 könüllü milli hesabatını BMT-nin İqtisadi və Sosial Şurasına təqdim edibdir. Bu hesabatlarda ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində aparılan siyasətlər, qarşıya çıxan çətinliklər və bunların həll yolları ilə bağlı məsələlər öz əksini tapıbdır. Rahim Əkrəmoğlu, Tərlan İbrahimova, Zaur Həsənov, NTV Xəbər, Bakı.